Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Sual olunur ki, Seyyid Əli Sistaninin rəyinə əsasən bir şəxs qusl elədiyi anda hələ quslu tamamlanmamış bundan dəstəmazı pozan bir şey xaric olsa, yəni dəstəmazı pozan şeylər məlum məsələdir. Məsələn, sidik xaric olur, mədə yeli xaric olur və s. Bu şəxs həmin anda nə etməlidir? Seyyid buyurur ki, bu şəxsin iki seçimi var. Eləyə bilər ki, həmin anda quslunu tamamlasın, həmin qaldığı yerdən davam eləsin, quslunu tamamlasın və qusuldan sonra bir dəstəmaz da alsın. O əməllər ki, orada dəstəmaz şərtdir. Dərhal şərt deyil dəstəmaz almaq. Məsələn, qusuldan sonra namaz qılmaq istəyirsə, namazdan əvvəl də alması kifayətdir. Yəni, burada əsas budur ki, Seyyid buyurur ki, bu qusla bir dəstəmaz da əlavə olunmalıdır. Birinci seçimi budur ki, quslu tamamlasın və bunu eləsin. İkinci seçim budur ki, eləyə bilər ki, həmin anda quslunu tərtibidən irtimasiyə dəyişsin. Bilirik ki, qusul həm tərtibi alına bilər, həm irtimasi. Şəxs həmin anda eləyə bilər ki, dayandırsın, imkanı varsa tərtibi qusuldan irtimasi qusula keçsin. Bu cür də eləsə kifayət edər. Amma tərtibidən irtimasi keçdiyi həddə irtimasını düzgün halda yerinə yetirsə, daha ora dəstəmaz əlavə eləmək də vacib deyil. Amma birinci seçimi etsə, quslunu tamamlasa, bu zaman ona əlavə bir dəstəmaz da almalıdır, əlavə etməlidir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.